Bugün sizlə deməli bugünkü dərsimiz fars dilində feillər və şivdi keçmiş zaman forması. Fars dilində feillərə keçməzdən əvvəl ifadə eləyək ki, Azərbaycan dilində də feil iş, hal və hərəkət bildirir. Nə etdi, nə edəcək sualına cavab verir. Fars dilində də həmçinin feillər iş, hal, hərəkəti bildirir. Və demək, o da çəkərt, çemik konək kimi suallara cavab verir. Azərbaycan dilində də olduğu kimi fars dilində feillərimiz feilin başlanğıc forması məstərdir. Başlanğıc formamız necə düzəlir fars dilində? Müəyyən deməli şəkilçilər vasitəsilə, məsələn, getmək feili rəfdən, tən, dən, idən, udən və s. kimi şəkilçilər vasitəsilə düzəlir. Məsələn, getmək olur rəfdən, gəlmək amədən, çatmaq risidən və bunu davam etmək olar qofdən, porsidən kimi feillərlə davam etmək olar. Fars dilində feilin quruluşca 3 növü var. Sadə feillər, düzəltmə feillər və mürəkkəb feillər. Sadə feillər yalnız bir kökdən ibarət olur. Məsələn, xordən, rəfdən, amədən, nevişdən, didən və s. kimi feillər bir sadə, bir kökdən, bir sözdən ibarət olur. Düzəltmə feillər müəyyən şəxs sonluqları ilə dər, bər, foru kimi şəkilçilər vasitəsilə düzəlir. Məsələn, bərgəşdən, forurixdən, dərgözəşdən və s. və ilaxır. Və mürəkkəb feillərimiz iki hissədən ibarət olur. Əsas hissə və köməkçi hissələrdən ibarət olur. Köməkçi feillərimiz əsasən kərdən, şödən və bundan əlavə ola bilər müstəqil sözlərdən didən, cərdidən, nemudən kimi feillərin vasitəsilə düzəlir və adətən iki hissədən ibarət olur. Məsələn, koməkərdən, qoftəqukərdən, təbrik qofdən, hərfzədən və s. kimi sözlərdən düzəlir. Aha, göstərmişdik. Məsələn, sadə feillərimiz hansıdır? Gəşdən, xordən, dediyim kimi, avərdən, bordən. Düzəltmə feillərimiz bərgəşdən, bərxordən, dəravərdən, forubordən ki, onların qarşılığı da verilmişdir. Mürəkkəb feillərimiz quruluşu necə olur? Söz, isim və ya sifət olur və ya köməkçi feil olur. Köməkçi feillərimiz ifadə etmişdik. Nümunələrimizdə göstəririk. Köməkkərdən kömək etmək, bazikərdən açmaq, bozorqşödən böyütmək. Digər nümunələrimizi göstərə bilərik. Hərfzədən ki, burada zədənin özünün müstəqil mənası var, vurmaq deməkdir. Amma mürəkkəb feildə artıq köməkçi funksiyada istifadə olunur. Aktivdə əsasən, amma mənaca artıq zədənin öz müstəqil mənasını, vurmaq mənasını ifadə etmir. Hərfzədən danışmaq olur. Pasox dadən. Məsələn, dadənin özünün müstəqil mənası verməkdirsə, pasox dadən cavab vermək deməkdir. Və bundan əlavə də feillərimizin geniş tərkibli feillərimiz olur ki, bunlar iki və artıq sözdən ibarət olur. Məsələn, deyirik, moredi, müzakirə qərar gerifdən, müzakirə olunmaq. Bu, sinonim kimi müzakirə gerifdən, müzakirə kərdən sözləri ilə də əvəz etmək olar. Moredi, müzakirə qərar gerifdən bu bir ifadədir və adətən bu, belə deyək, ictimai-siyasi mövzularda və ya danışıqlarda bu kimi ifadələrdən istifadə olunur. Deməli, fars dilində feilin əsası deyilən bir göstərici var. Feilin əsası nədir? Deməli, bu feillərimizdə məstərlərdəki sonuncu şəkilçini atırıq, en şəkilçisini atırıq və yerdə qalan hissəmiz feilin əsası olur. Məsələn, nevişdən feilinin əsası, ən şəkilçisini atırıq, nevişd. Xandən oxumaq deməkdir. Sonuncu ən şəkilçisini atırıq. Məstər göstəricisində yerdə qalan xand feilin əsası olur. Dəravərdən olur dəravərd, rəfdən olur rəfd. Feilin əsasını biz harda işlədirik? Feilin əsası, feilin keçmiş zaman formalarının
düzəlişində istifadə olunur. Və qeyd edək ki, fars dilində keçmiş zaman feilin 4 keçmiş zaman forması var. Azərbaycan dilində 2 dənədir. 2 keçmiş zaman formamız var. Onlar hansıdır? Biri şüudi keçmiş zamandır və digəri nəqli keçmiş zamandır. Fars dilində bununla bərabər 4 keçmiş zaman formamız var. Onlardan bugünkü birini biz izah edəcəyik sizə. Hansıdır? Şüudi keçmiş zaman formasıdır ki, ona fars dilində mazi mutləq və ya mazi gözəşdə deyilir. Şüudi keçmiş zaman forması necə düzəlir? Demək, şüudi keçmiş zaman formamız feilin əsasına müvafiq şəxs onluqları əlavə etməklə feilin keçmiş zaman, yəni şüudi keçmiş zaman forması düzəlir. Məsələn, götürək, şəkilçilərimiz hansılardır? Əm, tək formamızdır. Əm, i, üçüncü şəxsin təkində feilin heç bir şəkilçisi olmur, sonluq olmur. Feilin əsasının özü, feilin üçüncü şəxsin təkini ifadə edir. Cəm şəkilçilərimiz hansılardır? İm, id, ənd. Deməli, baxırıq, təsrifləndirik hansı feili? Xandən feilini. Xandən oxumaq deməkdir. Xandən feilinin əsası xanddır və bura müvafiq şəxs sonluqlarını əlavə etməklə düzəlir. Bax, burada göstərmişik, xandim, oxuduq, xandəm, oxudum və bunu artırmaq da olar şəxslərə görə. Xandəm, oxudum, xandi, oxudum, xand, oxudu, xandim, oxuduq, xandid, oxudunuz, xandənd, oxudurlar. Və burada bir neçə xandənə bənzər feillərimiz var. Neveşdəndi olur, neveşdim, neveşdənd, rəftənd, getmək feili də olur, rəftəm, rəftid, rəft, qoftən feilidir ki, olur, qoftən deməkdir, olur, qoftəm, dedim, qofdim, dedik, qoftən dedilər və s. Və misallarla göstəririk. Məsələn, Azərbaycan dilində deyirik, mən dünən onu parkda gördüm. Fars dilində deyir, mən diruz ura der park didəm. Didəm burada keçmiş zamanın birinci şəxsinin tək formasıdır. Didəm, mən onu dünən parkda gördüm. Və ya o kitabra ruyi miz qozaşdı. Yəni, o kitabı stolun üstünə qoydu. Qozaş burada üçüncü şəxsin təkidir. Biz filmi axşam izlədik. Ma filmra şəb təmaşə kərdim. Təmaşə kərdim burada mürəkkəb feildir. Deməli, mürəkkəb feillərə gəldiksə də bunu da ifadə eləyək ki, demək biz axı dedik ki, fars dilində feillər tək feillərdir, düzəltmə feillərdir və mürəkkəb feillərdir. Tək feillərdə dedik ibarət olur feilin, demək tək feilimiz burada didəmdir, feilin əsasına nə əlavə olunur? Şəxs onluqları. Düzəltmə feillər də biz ifadə etmişdik ki, öncədən ki, fəra, foru kimi, dər kimi ön qoşmalar vasitəsilə düzəlir. Məsələn, deyirik ki, qozəşdən keçməkdirsə, dər qozəşdən ölmək deməkdir. Necə düzəlir? Dər qozəşdən birləşir və qozəşdənin sonuna birləşir, dər qozəşdəndə. Təmaşə kərdim mürəkkəb feildir. Mürəkkəb feillərdə isə bütün funksiya, yəni köməkçi feilin üzərindən aparılır. Olur, təmaşa kərdim. Ma filmra təmaşa kərdim. Biz filmi izlədik və ya gedək. Onlar məktəbə gec gəldilər. Anha dir be mədrəsi rəsidənd. Sən bu xəbəri haradan eşitdin? To in xəbərra əz koca şenidi. Burada feilimiz şenididir. İkinci şəxsin təkini ifadə edir. Deməli, keçmiş zamanımızın inkar formasına gələk. Keçmiş zamanımızın inkar forması nə inkar şəkilçisinin feilin əvvəlinə birləşməsi ilə düzəlir. Birbaşa əvvələ artırır. Məsələn, rəftəm getdimdirsə, getmədim olur nə rəftəm. Qəşdən qayıtma, bər qəşdən qayıtmaqdırsa, bər nə qəşdən qayıtmadı deməkdir. Deməli, düzəltmə feillərdə ön şəkilçisidən sonraya əlavə olunur. Demirik nə bər qəşdən, deyirik bər nə qəşdən. Yəni, yenə də inkar şəkilçisi birbaşa feilə birləşir. Ön şəkilçiyə artırılmır. Mürəkkəb feillərdə də, deməli, inkar şəkilçisi yenə də köməkçi feilin əvvəlinə birləşdirir. Çünki
Mürəkkəb feillərimizdə əsas feil olan kömək pasiv feildir. Aktiv feilimiz köməkçi feillərdir. Olur kömək nəkərdən. Davam eləyək. Məsələn, inkarda bir də xüsusi hallarımız var. Xüsusi hallarımız nədir? Bəzi bizdə feillərimiz var ki, A, Ə, O səsləri ilə başlayır. Əgər feillərimiz A, O və ya Ə səsləri ilə başlayırsa, deməli, feillə inkar şəkilçisinin arasına Y artırılır. Məsələn, aməddir, gəldi. Gəlmədi olur nəyamət. Dəravərdən olur dərnəyavərd. Əndaqdən olur nəyəndaxt. Oftadən olur nəyoftadənd. Yəni düşmədilər. Bəzən gördüyümüz kimi əgər fikir versək, A-da yazılır, əlif yazılır, amma bəzən o səslərini bildirən əlif yazılmaya bilər. Sözdə düşür. Nəyoftadənd. Məsələn, götürək mənfinin keçmiş zamanda cümlələrimiz. Mən onu dünən görmədim. Mən ora diruz nə deyəm? O kitabı stolun üstünə qoymadı. O kitabra ruye miz nə gözəşdi? Nə gözəş burada inkarı bildirir. Biz film izləmədik. Ma film ra təmaşa nə kərdim? Olduğu kimi göstərir ki, nədir? Hara birləşibdir bizdə inkar şəkilçisi? İnkar şəkilçisi birləşib köməkçi feilin əvvəlinə. Onlar məktəbə gec gəldilər. Anha dir bir mədrəsə nərəsiydənd? Daha doğrusu, onlar məktəbə gec gəlmədilər. Sən bu xəbəri eşitmədin. To in xəbərra nə şenidi? Mən bu məsələni başa düşmədim. Mən in məsələrə nə fəhmidim? Və deməli, mövzumuza əlaqədar olaraq günümüzün atalar sözləridir ki, burada da həm məslərdən istifadə olunub, həm keçmiş zamanlı. Şenidən ki, bovənd, manəndi didən, yəni nə deməkdir? Eşitmək görməyə bənzəməz, eşitmək hara, görmək hara və bizim dildə də onu desək, deyirsən ki, 100 eşitməkdəndirsə bir görmək. Bax, bu həmin atalar sözü, Azərbaycan dilindəki ekvivalenti 100 görməkdəndirsə, 100 eşitməkdəndirsə bir görmək yaxşıdır, odur. Və əvvəl əndişi və vəngəhi qoftar, yəni əvvəl düşün, sonra danış. Diqqətinizə görə təşəkkür edirik. Bugünkü dərsimiz bu qədər.